Dinimizdə ən çox təkid olunan mövzulardan biri uşaqlara diqqətdir. Elə fikirləşməyək ki, bizim dinimiz ancaq namaza diqqət eləyir, oruca diqqət eləyir, ibadətə, itaətə. Bəli, bizim dinimiz ibadəti vacib bilir, namaz dinin sütunudur. Amma unutmayın, dinimiz ibadətlə yanaşı ictimai məsələlərdə, xüsusən hər bir xalqın, toplumun, cəmiyyətin gələcəyi ilə bağlı çox təkid edirdi. Mövzulardan biri də uşaqlardır. Quran-ı Kərimdə Nisa surəsi var. Allah Teala Nisa surəsində. O cümlədən də Nur surəsi var. Açın, oxuyun. Allah Teala orada uşaqların haqqından danışır. Hətta buna qədər uşaqlar ata-ananın otağına nə zaman girə bilər, nə zaman girə bilməz. Uşaq tərbiyəsi ilə bağlı ən mühüm mövzular bizim dinimizdə çox təkid olunur. İndi uşaqların da arasında bizim dinimizdə ən çox təkid olunan qız uşaqlarıdır. Çox təəssüf olsun, amma bizim cəmiyyətimizdə isə görürsən, hətta bəzən namaz qılan, dindar, müsəlman deyilən cəmiyyətlərdə oğlan uşağına üstünlük verilir. Halbuki bizim dinimiz uşağa diqqətə dəvət eləyib və qız uşağına xüsusi diqqət ayırıb. Və bunu da deyim, əgər yenə də 21-ci əsrdə yaşamağımıza baxmayaraq, özümüzü alicənab, düşüncəli, dünya görüşlü insan özümüzə deməyimizə baxmayaraq, hələ də biz oğlan və qız uşağı arasında fərq qoyuruqsa, Quran-ı Kərimin, İslamın məntiqinə əsasən biz hələ də cahiliyyət dövründə qalmışıq. Niyə? Çünki cahiliyyət dövrünün nişanələrindən biri budur ki, məsələn, indi sizdən biri məndən soruşsa, cahiliyyət dövrü hansı dövrə deyirlər? Başlayacağım saymağa. Biri də budur, cahiliyyət dövründə qız uşaqlarına aşağı baxırdılar. Oğlan uşaqlarını üstün tuturdular. Kim bugün ailədə namaz da qılsa, oruç da tutsa, dindar da olsa, neçə dəfə həccə də getsə, amma evində qız uşağına, oğlan uşağından aşağı baxırsa, oğlan deyəndə gözü nurlanırsa, qız deyəndə narahat olursa, bilsin ki, hələ də cahil qalmışdır. Allah uzaq eləsin. İndi həmin o cahiliyyət dövrü ki var, qız uşağına necə baxırdı, mən Quran-ı Kərimdən bir ayəni qardaşların diqqətinə çatdırım. Allah Teala Quran-ı Kərimdə buyurur: "Və izə buşşira ahaduhum bil unsa zalla vechuhu muswaddan və huwa kazim." Ataların birinə, valideynlərin birinə əgər xəbər versəydilər ki, sənin qız uşağın olub, onlardan birinə qız olması müjdəsi veriləndə qəzəb onu boğduğu halda üzü qaralardı. Zalla vechuhu muswaddan. Bizdə belə bir söz var, deyir, ona bu sözü deyən kimi gördüm üzü qaraldı. Yəni narahat oldu. Quran deyir, bunlar qız uşağına o qədər aşağı baxırdılar. O qədər ata qız uşağını özünə əski bilirdi ki, ona deyəndə qızın olub üzü qaralırdı. Yaxşı, üzü qaraldı, iş bitdi, yo, ardına qulaq as, gör nə deyir. Qaçmağa və bu qızın gələcəyi ilə bağlı beynində olan fikirlərinə baxın, yer axtarırdı. Yatavara minəl qavm min su'i ma buşşirə bih ayumsikuhu ala hunin am yadussuhu fit turab. Əla sa'a mə yəhkumun. O verilmiş müjdə ki var, ona deyilirdi sənin qız uşağın olub, o xəbərin pisliyindən, öz qəbiləsindən qaçıb gizlənərdi. Mənə daha görəndə deməsinlər sən qız uşağın atasısan, qız atasısan. Görəsən onu xəcalətlə saxlasın, cəmaət arasında qız atası adını alsın, adı pis olsun. Bax, ya da Allah uzaq eləsin, Quran deyir, diri-diri torpaq altında onu gizlətsin. Diri-diri ya. Bilin, Quran deyir, bilin, pis hökm çıxarırlar belə bir cəmiyyətdə. Daha bilirsiniz, Quran-ı Kərimdə Allah Teala həm də Təkvir surəsində buyurur ki, وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ بِأَيِّ ذَنْبٍ قُتِلَتْ. Allah Teala öldürülmüş, torpağa bastırılmış qız uşaqlardan biri qiyamətdə soruşulacaq. Qiyamətdə bir dəstə insanların sualı qız uşağındandır. Ata qal, görüm neynəmirsən qızla? İndi cahil ərəb bu işi görürdü ki, o qız uşaqları ki torpağa diri-diri bastırılırdı, بِأَيِّ ذَنْبٍ قُتِلَتْ. Hansı günaha görə o qız uşağıyla belə rəftar edirdiniz, onu öldürürdünüz? Hansı günaha görə onu öldürürdünüz? Təkvir surəsi. Amma indi baxın, belə bir cəmiyyətdə Allahın salamı olsun, Peyğəmbər və onun əhl-i beytinə Peyğəmbər görünürdü. Peyğəmbər əyləşmişdi əshabın arasında, Peyğəmbərə xəbər verilir, qızın dünyaya gəlib. Fatimə-i Zəhra salamullah aleyha. İndi Peyğəmbərə xəbər verdilər, qızın olub. Peyğəmbərdən qabaq Peyğəmbər baxdı bu əyləşənlərin üzünə, gördü bunların hamısı biri durub təbrik demir, biri gülmür, biri mənə şad xəbər demir. Hamısının üzü qaralıb, hamısı mənə tamaşa edir.
Görün Peyğəmbər hansı bir cəmiyyəti islah eləyib. Bu xəbəri verən kimi baxdı ki, əshabının üzündən çox narahatçılıq, gərginlik yağır. Amma Peyğəmbər bunu müşahidə edən kimi üzün tutdu cəmaata, böyük bir dərs verdi. Dərs nədən ibarətdir? Baxın. Malakum. Nə olub sizə? Malakum. Rəyhanətun əşummuha. Bir güldür. Nə edəcəyəm? İynəyəcəyəm. Peyğəmbər demədi qız uşağıdır. Adını nə qoydu? Güldür. Peyğəmbər qız uşağına ad verib. Rəyhanətun. Xoş ətirli bir güldür. Əşummuha. Ata onu əyləşdirər qucağında, onu iynəyər, xoş ətrini iynə alar. Və rizquha alallah əzzə və cəl. Ruzisi də kimin boyundadır? Allahın. Mən ata üçün narahatçılıq yoxdur, güldür. Yaxşı, xoş ətirli bir gülü iynəməkdən kişi ləzzət alar, yoxsa narahat olar. Mən ata kimi güldən ləzzət alacağam. Bəs dolanışığı, ruzisi də kimin boyundadır? Allahın boyundadır. Bunu Təfsiri Əyyaşi və Məcməül Bəyan təfsirində nəql ediblər. Qardaşlar, diqqətli olun qız uşaqlarına. Axırıncı hədisi də deyim, keçim indi sonra başqa bir mövzuya. Hətta bizə deyiblər, qız uşağına diqqət ayırın, bazara getsəniz, hədiyyə alın, evə hədiyyə aparın. Amma birinci hədiyyəni, evdə uşaqlar atanın üstünə qaçar. Birinci hədiyyəni kimə verin? Qız uşağına verin. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə buyurur. Hər kəs bazara girsə, bazara daxil olsa, bir hədiyyə alsa, onu öz ailəsi üçün aparsa, sanki ehtiyacı olan bir dəstəyə sədəqə aparmışdır. Savabdır, ailənə bir şey apar, sədəqə hökmündədir. Sonra Peyğəmbər buyurdu. Amma hədiyyəni evdə verməyə başlayanda birinci nə? وَلْيَبْدَ بِالْاُنَاثْ قَبْلَ الزُّكُرِ. Oğlan uşaqlarından qabaq qız uşağından başla. Qızı ver qabağa. Hər kəs öz evində bir qız uşağını sevindirsə, فَإِنَّ مَنْ فَرَّحَ إِبْنَتَهُ. Hər kəs öz qız uşağını sevindirsə, فَكَأَنَّمَا أَعْتَقَ رَقَبَةً مِنْ وُلْدِ İsmail əleyhissalam. Kim bir qız uşağını sevindirsə, sanki İsmail Peyğəmbərin övladlarından birini qul olmaqdan azad edib. Savab istəmirsiniz? Bundan o tərəfəsi olanmaz ki, İsmail Peyğəmbərin hesabla bir uşağın qul idi, nökər idi, azad eləmişsən. Qız uşağını sevindirməklə. Bu qədər bizim dinimiz təkid edir. Qız uşağına diqqətli olun. Ağsaqqallara, atalar, mən bu sözü deməmişdən qabaq hamımızdan, yaşlılardan üzr istəyirəm. Qız uşağına bir söz həm də diqqət niyə lazımdır? Allah eləməsin, Allah eləməsin, Allah eləməsin. Allah evinizdəki qızları xoşbəxt eləsin. O günü sizə göstərməsin. O gün ki, qızınız evdə məhəbbət almaz, atasından, anasından məhəbbət görməz, üzr istəyirəm, məhəbbəti başqa yerdə axtarar. Psixologlar belə bir şey deyir. Mən ona qulaq asandan sonra gördüm, doğrudan da qız uşaqlarında bu xüsusiyyət var. Bəzən qız gəlir, axşam saat yatmamışdan qabaq oturur atanın yanında. Atanı əlini götürür, tutur əlini. İyniyir, öpür. Üzr istəyirəm, dönə-dönə. Həmin o psixolog deyir, mənim öz qızım. Bəzən axşam saat yatağından durur, qapını döyür. Gəlir mənim atanın otağına. Deyir, olar biraz ata səninlə uzanım. 10 dəqiqə yanımda uzanır, məni öpür, qucaqlayır, sonra çıxıb gedir. Bilirsiniz niyə? Deyir, qız uşağında bir his var, onu ata doydurmalıdır. O məhəbbəti o atadan almalıdır. Sənləri narahat olma deyir. Psixolog deyir, üzr istəyirəm, ifadəm öyrə. İndidən uşaq yatanda axşamlar gəlib sənin yatağına girir. Sən onu biraz sığallayasan, gələ getsin. Sən indidən uşaqlıqda onu sığalla, qoy o məhrəmdən o sığallığı alsın. Atadan, məhrəmdən alsın. Almasa, gedib başqa yerdə sonra onu sığallayarlar. Evdən qaçan qızları soruşun, örgənin. Diqqətli olun qız uşaqlarına. Savabdakı qardaş, axırıncı hədisi deməklə bu mövzunu daha bitirirəm. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə görün nə deyir? O ev ki, o evdə qız uşağı olsa, orada bərəkət olar. Ora Allahın rəhməti nazil olar, mələklərin gedib gəldiyi ev, qız uşağı olan ev olar. Nə istəyirsən, rəhmət də var, bərəkət də var, mələklər də gəlib gedir. İndi bizdə nə var? Bizdə yox. Qız uşağı demə. İndi bizim dinimiz deyir ki, baxma qızdır, oğlandır. İmamlarımız xəbər verəndə, İmam Zeynul Abidin Kərbəla qəhrəmanına xəbər verəndə uşağın olub, imam soruşmazdı. Oğlan olub, qız olub. Birinci soruşardı, sağlamdır, bədən üzvləri yerindədir, sağlam uşaq dünyaya gəlib, deyirlər, bəli. Ondan sonra deyərdilər, oğlun olub, qızın olub. Nə qədər qız uşaqları var, mən tanıyıram, siz tanıyırsınız. Sənədli filmlər var, baxın. Ata-anaya yiyə durublar, amma oğlan uşağı atana aparıb, qocalar evinə atıb. Nə qədər belə qız uşaqları var. Amma qız uşaqlarına da tərbiyəyə çox diqqət deyiblər ayrı. Xüsusən bizim bugünkü zamanımızda qız uşaqlarına yaxşı tərbiyə verməsəniz, Allah uzaq eləsin, çox böyük problemlə üzləşərsiniz. Mən bir ruhani kimi bilirəm,
Mənə gəlib nələr danışırlar. Mən bir ruhani ki, bugün kəbin kəsirəm. Bugün kəbinin kəsirəm, bir neçə gündən sonra boşanırlar. Bilirsiniz nə qədərdir? Bu boşanmalar, bu əxlaqsızlıq yuvaları, bu namuslarımız ki, görürsünüz, gündən günə də küçələrdə bunların səbəbkarı nədir? Qızların narkotikaya boşanması. Bilirsiniz nədir? Böyük bir bəladır. Bugün cəmiyyətimizdə gündən günə artır. İmam Baqir Əleyhisselam buyurur, uşaqlarınız 3 yaşa çatdı, ona deyin 7 dəfə desin, la ilahə illallah. 4 yaşına çatdı, ona deyin 7 dəfə desin, Muhammedur Rasulullah. Allahümme salli ala Muhammedun. 5 yaşına çatdı, onu üz qibləyə çevirin, qibləni ona örgədin və ona deyin ki, başını səcdəyə qoysun. 6 yaşına çatsa, ona düzgün ruku və səcdə etməyi örgədin. 7 yaşına çatsa, uşağa deyin, əl üzünü yaxşı yuyusun, dəstəmazı ona yaxşı örgədin və ona deyin, namazını başla, namazını qıl. Namaz mənəviyyatdır. Amma namaza zorla yox, güclə yox. Sən uşağı namaza nifrət elətdirəsən, olmaz. Arada qəzayı da verər. Arada atay deyər ki, qılmışam, amma qılmaz. Sən aldadar, eyb yoxdur. Amma uşağı indən aparın. Qız uşaqlarına baş bağlamaq, qız uşaqlarını indidən baş bağlamağa zorla yox, dəvət etmək və həmçinin qız uşaqlarına məhrəm, naməhrəmi örgətmək. Görün Peyğəmbər nə deyir? Allahın salamı olsun ona və əhl-i beytinə. Həzrət buyurur, qız uşaqları 6 yaşa çatdı, onlara deyin ki, oğlan uşaqları daha onu öpməsin. Qızın 6 yaşı var, daha olmaz. Evə kişi gəldi, qıza deyirəm, mən balam, gedmə yaxın. Salam ver, keç. 7 yaşı var, 8, 9, 10 yaşı var, naməhrəm kişilərlə. Bəzi vaxt baxırsan, o Azərbaycanda görürsən, gəlib məktəb uşaqlardır, bir-birini elə görüşürlər, elə hamısı bazı qardaşdılar. Bizim dinimiz ki, bu qədər təkid edir, qız uşaqlarına məhrəm, naməhrəmi örgədin. 6 yaşına qız uşağı çatdı, onu daha naməhrəm kişilər qucaqlamasın, qucaqdan qucağı ötürməsin. Baxırsan, bizim bugün cəmiyyətimizdə Türkiyədən birini gətirilən, marojna satanın birin, vallahi üzr istəyəm saqqallardan, kişi deyir, qız uşağını belə saxla, o aparır marojna satanın yanında qız uşağını oynadır. Öz namusunu. Heç kəsin xətrinə dəyməsin. Onlar da bizim namusumuzdur. Amma mənə şəxsən təsir edir. Mənə bir müsəlman kimi, Azərbaycanlı kimi təsir edir ki, andol Allaha, mən bu yaşıma çatmışam, görməmişəm bizim dinimizdə, qeyrətimizdə, Azərbaycan mədəniyyətində, mentalitetində bir kişi öz əli ilə desin ki, arvadında ged onun qabağında oyuna bir dənə marojna versin sənə. Bu nə deməkdir? Bu nə deməkdir? Adam bunları bəzən minbərdə mən danışanda utanıram. Andol Allaha utanıram. O da əvvəldə ağsaqqallardan 3 dəfə üzr istəyirəm ki, bu sözü deyə biləm sizə. Hara gedirik biz? İndi ikinci mövzum. İkinci mövzum qız uşaqlarının qatilləri haqqında olacaq. Bugün bizim cəmiyyətimizdə qız uşaqlarının qatilləri var. Buna da diqqət ayırmalısınız. Qız uşağının da qatilləri bugün cəmiyyətimizdə 2 növdür. Birinci növ qız uşağının qatilləri valideynlər və həkimlərdir. Bəli, bəli, bəli. O valideynlər ki, qız uşağından xoşu gəlmir və gedirlər, selektiv abort deyirlər, seçimlə, aparata salmaqla, həkimlər də valideynlə əl-ələ verirlər, ata, ana və həkim cinayətə bir yerdə əl bulaşdırırlar. Böyük günahlardandır. Tövbə eləmək lazımdır. Hətta o salınan uşağın özü, onun aylığına, həftəliyinə uyğun olaraq dinimizdə cəriməsi var. Necə oruç tutmadın, bilə-bilər, qəzasından əlavə kəffarası var, cəriməsi var. O cümlədən də o günahlardandır ki, bir nəfər bilə-bilə uşağını abort eləyə. İndi bizim Azərbaycan, bizim vətənimiz o ölkələrdəndir ki, selektiv abort, yəni seçim. Baxır qızdır, həkimə deyir ki, işin bitir. Bir o şəkillərə baxın, necə əlinə gəlir o həkimin, valideynin uşağı tikə-tikə doğrasınlar, ana bətnindən çıxartsınlar. Çox böyük günahdır. Bugün cəmiyyətimizdə qız uşaqların birinci qatilləri valideynlərdir və bir də həkimlərdir. Mən buradan şəriət dini borcumu dedim. Bu günahdan uzaq olun. Bu günaha getməyin. Həm həkimlər, doktorlar, həm də ki, valideynlər. Allah bizi uzaq eləsin bunlardan. Kim deyilibsə tövbə eləsin. Tövbə eləsin inşallah. Qız uşağının fərqi qoymayın, oğlan uşaqlarına. Cahiliyyət dövründə diri-diri bastıranlarla, indi abortla bu iş görənlərin fərqi nədir? O ərəb yenində gözləyir ki, uşaq dünyaya gəlsin. Bunlar elə bilən kimi, üzr istəyirəm, ana bətnində onun cinsi müəyyən olan kimi orada onu boğulurlar. İkinci qız uşağının qatilləri. Bugün bizim cəmiyyətimizdə, üzr istəyirəm, ağsaqqallardan dönə-dönə böyük bir cinayətkar şəbəkə var. Onlar ya sehr cadı ilə, ya da ki, özləri müəyyən uşaqların döllərindən istifadə eləmədən ötürü, ya da əxlaqsız
şəhvət, rani fikirlərin həyata keçirməkdən ötürü dünyanın müxtəlif yerlərindən qız uşaqlarını oğruyurlar, üzr istəyirəm, çox üzr istəyirəm, uşaqbazlıq, pedofillik eləyirlər. Bunların da başında bu günləri cinayətkar Avropa və Amerika durur və çox təəssüf olsun ki, görün dünya nə günə qalıb ki, həmin uşaqbaz, əxlaqsız, tərbiyəsiz adamlardan biri olub bir ölkənin prezidenti. Demokratiyadan, insan haqlarından, uşaq haqlarından danışan Amerikanın prezidenti bu cinayətin peşində olanlardandır. Daha Epstein adası hamınıza bəllidir. Ona görə bugün dünyanın müxtəlif yerlərində qız uşaqları ki, oğurlanıb, onların taleyi bəlli olmalıdır. O cümlədən də bu günləri Qəzzədə öldürülən körpə uşaqların qatilləri bəlli olmalıdır. O cümlədən də bu günləri Minabda, İranda müharibə başlayanda birinci ölkənin rəhbərini vurmaqla yanaşı uşaq məktəbini bilə-bilə vurmaq ki var. İndi onun sorğu-sualı gedir. Hətta Amerikanın özündə onun qatilləri bəlli olmalıdır. Xocalıda erməni cinayətkarlar tərəfindən üzr istəyirəm. Xocalıda o ananın üzr istəyirəm, sinəsində olan uşağın hadisəsi ki var, mən burada danışmağa xəcalət çəkirəm. Onların da qatilləri, cinayətləri cəzalanmalıdır. İstər Qəzzə olsun, istər Xocalı olsun, istər Minab olsun. Bugün də zəmanəmizdə Rüqəyyənin qatilləri var, başda Amerika olmaqla. Allahın lənəti olsun. Həm o Yezidəki xarabalıqda İmam Hüseyn İslamı qızın şəhid elədi, həm də Allahın lənəti olsun bugün Qəzzədə, Minabda, Xocalıda da körpə uşaqlar qətlə yetirirlər. Amin. Yaxşı. Mövqeyimiz nə olmalıdır? Biz bu günləri mövqeyimizi bəlli eləməli. Bütün dünyaya deməliyik ki, biz uşaq qatillərini qəbul eləmirik. Mən uşaq qatili deyiləm, amma uşaq qatillərin tərəfindəsən ya yox. İnsan həyatda mövqesiz yaşaya bilməz. Mövqesiz insan, üzr istəyirəm ifadəmə görə, münafiq insandır, ikiyüzlü insandır. Bax, indi burada bir hadisə baş versə, haqla batil bəlli olmalıdır. Ola bilməz, mən bir tərəfəm. Haqla batilin mübarizəsində uşaqlar qətlə yetirilirsə, insan öz mövqeyini bildirməlidir. Bugün bizim mövqeyimiz nə olmalıdır? Dünya bölünüb günləri futbolla bağlı iki yerə. Düzdür? Alimlərdən biri deyir, baxın, sən əgər bir nəfər danışandan sonra onun üçün əl çalırsansa, qiyamət günü onun üçün niyə əl çaldığının cavabını verməlisən. Mən heç də eləməmişəm. Mən əl çalmışam. Cinayətkar idi, əl çalmışsan, gəl cavabını ver. Yaxşı iş görmüşdü, yaxşı iş üçün əl çalmışsan, gəl mükafatını al. O təşviq eləmək, həvəsləndirmək, onun özü bir insanın cinayətdə şərik yaxud da xeyirlikdə şərik olmağıdır. Kərbaladan danışım isə, Kərbalada qatillərin arasında bir neçə nəfərin adı qeyd olunub. Mən onlardan birinə danışıram. Əhlüsünnə alimi də Xətib Xarəzmi bunu kitabında nəql eləyib. O cümlədən Xətib Bəğdadi. Deyirlər ki, Kərbalada bir nəfər iştirak eləmişdi. Gözləri kör olmuşdu. Ölənə qədər də kör qaldı. Ondan soruşdular ki, sən Kərbalada nə etmisən? Sən kimin nifrinə düçar olmusan? Deyir, mən Kərbalada 10 nəfər idi. 9 nəfər mənlə bir yerdə cinayətdə şərik oldular, iştirak elədilər. Amma mən İmam Hüseyn tərəfə bir ox belə atmamışam, bir nizə belə, bir daş belə tullamamışam. Amma Kərbaladan qayıtdım, düşmən ordusundaydım. Bir gün axşam çağı yatdım, yuxuda gördüm ki, qiyamət qopub. Məni bir nəfər çağırdı yanına, gəl bura. Dedim, nə dedi? Səni aparırıq Peyğəmbərin hüzuruna. Allahın salamı olsun ona və əhli beytinə. Məni apardılar Peyğəmbərin hüzuruna. Peyğəmbərə yaxınlaşdım, salam verdim. Peyğəmbər mənim salamıma cavab vermədi. Sonra mənə dedi, niyə düşmən ordusundaydın? Dedi ki, mən daş atmamışam, mən nizə atmamışam, heç bir şey eləməmişəm. Peyğəmbər mənə bir söz dedi. Dedi, sən düşmən ordusunda olan qaranlıq var ha. O qaranlığın içində sən də var idi. O kütlə vardı, o talpa vardı ya. Sən də o düşmən tərəfdəydin, sənin mövqeyin o tərəfdəydi. Peyğəmbər orada bir teşt vardı, içində qırmızı qan var idi və mənə dedi İmam Hüseynin qanıdır. Oradan əlim ya nizəni vurdu ya çubuğu vurdu ona və mənim gözlərimə sürtdü. Oyandım, gördüm koram. Dedim bunu Əhlüsünnə kitablarına nəql ediblər. Bu günləri biz düşmən tərəfdə olduğumuzu, dost tərəfdə olduğumuzu, haqq və batil cəbhəsində olduğumuzu müəyyən eləməliyik. Bu günləri bir futbolist, futbolçu əgər öz mövqeyin Trumpa, cinayətkara əl verməməklə futbolda bəlli edirsə, baxın, görürsünüz, indi dünya çempionatında futbolçu nə edir? Futbolçunun əlindən nə gəlir? Qələbəni əldə edəndən sonra Fələstinin bayrağını qaldırır. Mövqeyini bəlli edir. Görüşəndə gəlir çatır cinayətkar Trumpa əl vermir. Əl verən də üzr istəyir. Baxın, mən orada oxudum, şoka düşdüm. Bu adam Borja Iglesias deyir ki, oyundan sonra Trumpa əl vermək istəmirəm. Bunu sadəcə həbsə düşmək istəmədiyim üçün eləyəcəyəm. Məcburam. Kimsə mövqeyin qoyur ortaya. Qiyamət günü Allah Teala bu futbolçunu, o müsəlman rəhbəri ki, Türkiyədə NATO sammitində cinayətkar Trumpın qoluna girmişdi ya. Özü deyirdi, ən çox qışqıran kimdir? Türkiyənin prezidentidir. Ey Amerika, ey qatil. Nə oldu?
Qatil Trump sənin yanında qol-qola girmişdin. Necə ola bilər bu? Qiyamətdə o futbolu Allah təala onu sənə nümunə gətirəcək. Sən qatil deməklə qatilin qoluna girirdin. Uşaq qatili, uşaqbaz Trumpın qoluna girirdin. Dünya buna baxırdı. Amma o futbolçu heç olmasa bazardığı budur ki, Trumpın yanından düz keçsin, əlin verməsin. Namaz qılandır, yox, dindardır, müsəlmandır, xeyr. Mövqeyini bildirir, insandır, vicdanı var, insanlığı var. Külpə uşaqlarla qətlə susmaq istəmir. Xanım Ruqayyə salamullahi haqqında da bir neçə dəqiqə danışım və söhbətimi inşallah yekunlaşdırım. İmam Hüseyn əleyhissalamın qız uşaqlarının arasında 3 yaxud 4 uşaq sayıblar. Fatimə, Səkinə, Zeynəb, Ruqayyə. Bu 4 dənə xanımı İmam Hüseynin qızları siyasında sayıblar. Və xanım Ruqayyənin anası bəzi tarixə əsasən Şəhrubanu, Şahzənan Kəsranın qızıdır. Bəzi yerdə var ki, Ümmü İshaqdır. Ruqayyə İmam Hüseynin qızının bir yerdə var ləqəbidir, öz adı Fatimə idi. İmam Hüseyn əleyhissalam Həzrət Əlini Fatimə Zəhranı yaşatsın deyə ad qoymağa uşaqlara qadağa qoydular. 3 oğlunun adı nə qoydu? Əli. Əli-i Əkbər, Əli-i Övsət, Əli-i Əsxər. Böyük Əli, orta Əli, kiçik Əli. Qızlarının da adını qoymuşdu Fatimə-i Suğra, Fatimə-i Kubra. Böyük Fatimə, kiçik Fatimə. Deyirlər, Ruqayyənin adı Fatimə-i Suğradır. Bəziləri belə deyiblər. Ləqəbi Ruqayyədir. Ruqayyə sözünün mənası nədir? Ruqayyə sözünün mənası 2 cür deyiblər. 1. Ruqayyə özü tərəqqi sözündəndir. Rəqa, tərəqqi, insan qalxır. İnsan qalxanda, tərəqqi eləyəndə, kamilləşəndə ona deyilər tərəqqi elədi. Bəzi yerdə var, Ruqayyə sözünün mənası dua deməkdir. Duadır. Ruqayyə yəni, həmin Ruqiyyə ki var, bəzən yazdırırlar, filan kəsin qoxmasın, Ruqiyyə deyilər bir yazmaq lazımdır, o da ondandır. Xanım Ruqayyənin özü İmam Hüseyn əleyhissalamın qızlarının arasında adı qeyd olunub və hətta Kərbalada da onunla bağlı nəqillər var. Mən onların bir neçəsini qardaşların diqqətinə çatdırıram. Kərbalada İmam Hüseyn əleyhissalam öz əhl-i beyti ilə vidalaşanda nəql eləyirlər ondan Əl-Məlhuf kitabında. İmam Hüseyn əleyhissalam gəldi əhl-i beytlə vidalaşanda belə dedi. Ya uxta, ey bacım, ya Ümmü Külsüm, ey Ümmü Külsüm, və ənti ya Zeynəb, və sən ey Zeynəb, və ənti ya Ruqayyə, və sən ey Ruqayyə, və ənti ya Fatimə, və sən ey Fatimə, və ənti ya Rubab, və sən ey Rubab. Ondan sonra imam dedi ki, üzünüzü cırmaqlamayın, sinənizi açmayın və baş gözünüzə, yəni pis ki, Allaha qarşı etiraz əlaməti olaraq insan matəm yüz verəndə o işlərdən görməyin. İmam Hüseyn əleyhissalam bunu tapşırdı. Düşmən ordusunda da xətib, məşhur xətiblərdən biri nəql eləyir, Muhammed Həsən Yəzdi. Düşmən ordusunun əskərlərindən biri deyir, mən Aşura günündə 2 ordunun arasında durmuşdum, baxırdım. Bu zaman gördüm, xeymədən bir kiçik qız gəldi İmam Hüseyn əleyhissalama tərəf. Və atasına yaxınlaşıb dedi, atacan, mənə kömək elə, mən çox susuzam, teşnəyəm. Atası ona baxdı, ağladı və sonra dedi, ey gözümün nuru, səbirli ol, Allah Taala səni sirab edəcək. Allah Taala həqiqətən bizim söykənəcəyimizdir. Sonra onun əlindən tutdu, onu xeyməyə qaytardı. Düşmən ordusunda olan adam ki bunu danışır, deyir ki, mən soruşdum, bu uşaq kimdir, adı nədir? Mənə dedilər, o Ruqayyədir. İmam Hüseyn əleyhissalamın 3 yaşlı qızıdır. Kərbalada da olmağı bu qədər dəqiqdir. Amma indi bəs sonra Kərbaladan əlavə onun Şamda, xarabada şəhid olması ilə bağlı alimlər müxtəlif fikirlər deyiblər. Bir yerdə var ki, Şamda şəhid olan xanım Ruqayyə idi. Bir yerdə var ki, yox, adı gəlməyib. Ancaq bunu deyiblər, İmam Hüseyn əleyhissalamın qızı idi. Daha adını qeyd eləməyiblər. Baxın, Kamil-i Bəhai adında bir kitabdan müəllif də İmadəddin Təbəri. Təbərilər çoxdur, amma bu Təbəri İmadəddin Təbəridir. Nəql eləyir ki, o da Haviyədə Kərbala əsirlərinin uşaqlar ki var idi, atasız qalmışdılar, onlara atanı soruşardılar tez-tez, atalarımız hardadır? Yetim uşaq kimi soruşar tez-tez, atam hardadır? Onlara cavab verərdilər, atan səfərdədir və ilaxır. Amma bir gündə həmin o uşaqlardan biri Yezidin, Allah lənətləsin, xarabalığında, Yezidin xarabalığı deyəndə əsirləri saxlanılan yerə deyirlər. Orada xanım Ruqayyənin özü də orada saxlanılırdı. 4 yaşında bir qız, daha adını çəkmir. 4 yaşında bir qız axşam çağı yuxudan oyandı, belə bir cümlə dedi. Atam Hüseyn hardadır? Bu saat
İndi elə onu yuxuda gördüm. Çox pərişan idi. Uşaqlar deyir, onun ətrafına yığışdılar. Qadınlar onun uşağın ətrafına yığışdılar. Hamı ağladılar, şivən qopartdılar. Xarabadan bu ağlamaq səsi qalxdı, Yezid yuxudan oyandı sarayda. Və Yezid bu zaman yuxudan oyandan sonra soruşdu ki, nə olub orada qadınlar ağlaşırlar? Dedilər, bir uşaq var, yuxudan oyanıb, deyir, atam Hüseyni yuxuda görmüşəm, əleyhissalam. Atamı istəyirəm, atamı gətirin, atamı görmək istəyirəm. Yezid məlun, cinayətkar əmrlədi ki, atasının başını verin ona. Məlunlar uşağın atasının başını gətirdilər, o 4 yaşlı uşağın qabağına qoydular. Uşaq soruşdu, bu nədir? Dedilər, atanın başıdır. Uşaq bunu eşidən kimdir? Şoka düşdü, qorxdu, fəryad çəkdi. Elə neçə gündən sonra şəhid oldu, dünyasını dəyişdi. Və o cümlədən də onun qəbrinin yerləşdiyi məkanla da bağlı hal-hazırda Suriyada Dəməşq şəhərinin yaxınlığında bir məqbərə var. İmam Hüseyn əleyhissalamın qızı Rüqəyyənin qəbridir. Rüqəyyənin qəbridir. Bəzi rivayətlərdə var ki, orada həm də yazılıb Həzrət Əlinin qızıdır. Orada da kəramətlər gözlənir. Əhl-i-Sünnə alimlərinin bir kəramətini sizə deyim, ondan sonra bizim alimlərdən birində deyim, söhbətimi inşallah yekunlaşdırdım. Əhl-i-Sünnə alimlərindən Şiblənci yaxud da Şəblənci Nurul Əbsar kitabında deyir ki, bir gün Dəməşqin yaxınlığında o məqbərə ki var, orada Rüqəyyənin qəbri yerləşir, salamullah əleyha, ora su çatdı. Divar xarab oldu və cəmaət yığışdılar ki, bu qəbir ki, müqəddəs qəbirdir, su basıb onu, o qəbri təmizləsinlər. Bir seyyid gətirdilər, seyyid qəbri açdı, oradan uşaq diri çıxdı. Yəni, uşaq çürüməmişdi, xarab olmamışdı, meyyid cənazə. Və suyu təmizlədilər, təzdən o uşaq ki vardı onun qucağında, seyyid onu qucağında saxladı, suyu onun qəbrindən təmizlədilər, təzdən uşağı həmin qəbrə qoydular, qəbrin üstünü örtdülər. Bunu əhl-i-sünnə alimi nəql edir. Mən xurafat nəql eləmirəm. Dəfələrlə cənazələr olublar ki, çürüməyiblər. Bu, xanım Rüqəyyənin kəramətlərindən. Qardaşlarım, bu günləri bütün möminlərin, Azərbaycanda da möminə ailələrinin əlində bir kitab var, adı Məfatihül Cinan kitabıdır. Məlumatınız var, bizim Hüseyniyədə, bazarlarda, dini dükanlara getsəniz bir kitab var, adı Məfatihül Cinan. Müəllifi kimdir? Şeyx Əhsən, Şeyx Abbas Qumi. Onun bir oğlu var, Şeyx Abbas Qumunun oğlu, o da məşhur hədis alimi, həm də xətib olub, minbər əhli olub, Əli Mühəddizzadə. Özü nəql eləyir kitabdan, kitabın özü də xanım Rüqəyyənin kəramətləri kitabından nəql eləyirlər ondan. Bu, Əli Mühəddizzadə deyir ki, mən ki xətibəm, cəmaata xütbə söyləyirəm, moizə eləyirəm, bir gün mənim boğazımda problem yarandı və mən getdim həkimə. Həkim mənə dedi ki, sənin səs tellərində problem yaranıb, sən daha moizə eləmə. Müalicəsi də çox çətindir. Mən narahat oldum, mənim işim danışmaqdır. Mən xütbə söyləyirəm, necə onu mən danışmayayım? Həkim dedi, olmaz. Nə qədər dava dərman istifadə elədim, faydası olmadı. Axır mənə dedi ki, sənin ancaq yeganə bir yolun budur. Sən ümumiyyətlə danışmağı saxla. İstəyirsən səs telləri bərpa olsun, gərək danışmayasan və bu dərmanları istifadə eləyəsən. Evdə ailə uşağına da qələm kağız qoy, bir şey istəyəndə yaz. Deməklə olmaz. Danışmaq qətiyyən qadağandır. Mən də çox narahat oldum. Bir gündə evdə zöhr əsr namazını qıldım, üzü qibləyə, İmam Hüseyn İslam'a təvəssül elədim, ağladım. Dedim, İmam, mən xətibəm, mən cəmaata moizə eləyənəm. Qabaqda da Ramazan ayı gəlir, məni dəvət edirlər, mən minbərdə sizə xidmət eləmək istəyirəm. Mənim səsimə bir əlac qılın. Elə bu halda məni yuxu apardı. Gördüm ki, qaranlıq bir məclisdir, bir tərəfdə nurdur, bir tərəfdə qaranlıqdır. Gördüm, İmam Hüseyn əleyhissalamdır. İmam Hüseyn əleyhissalamın özü, mən ona yaxınlaşdım, bayaqları dediyi kimi ağladım və dərdimi danışdım ki, mənim səs tellərimdə problem yaranıb, mənim əlimdən tutun, mənə kömək eləyin. İmam Hüseyn əleyhissalamdır, mənə dedi, baxın, İmam Hüseyn əleyhissalam mənə yuxuda dedi, o seyyid ki, qapıda əyləşib, get yaxınlaş ona, denən qızım Rüqəyyənin rozasını oxusun. Siz də göz yaşı tökün, inşallah yaxşı olarsın. Məndir, baxdım, gəldim qapıya tərəf, kimi görsəm yaxşıdır. Öz bacım, həyat yoldaşı Şeyx Abbas Quminin yeznəsi Seyyid Mustafa Tabatabai, o da xətib moizəli roza oxuyan. Dedim, İmam Hüseyn məni göndərib və deyir ki, qızım Rüqəyyənin rozasını oxu.
Və o da, mən qısa eləyirəm, başladı oxumağa. Deyir, mən elə Ruqəyyənin adını eşidən kimi bir yandan da xəstəliyim mənim yadımdadır. Deyir, çox kövrəldim, hönkür-hönkür başladım ağlamağa, gördüm evdə məni oyatdılar. Oyandım, birinci sözüm bu oldu. Niyə qoymursunuz bu məclis axıra qədər? Onun şirinliyi qaxırıb. Deyir, o qədər məclis şirin məclis idi. O ağlamağın o qədər mənəvi abu-həvəsi vardı. Deyir, mən evdə özüm narahat edirdim ki, niyə məni oyatdınız? Bu zaman deyir, mən ağladım, göz yaşımdan su gəldi, gördüm, yox, səsimdə bərpa olmaq var. Getdim həkimin yanına. Həkim təzdən mənim boğazıma baxdı. Analiz götürdü, qayıtdı, dedi ki, sən hansı dərmanı istifadə eləmirsən? Həkim özü dedi, mömin idi. Əlində qələm vardı. Dedim ki, mən heç bir dərman istifadə eləməmişəm. Mən İmam Hüseyn İslamın qızı Ruqəyyənin rozasına ağlayıb şəfa tapmışam. Bunu deyən kimidir, əlindən qələm düşdü, özün ofisində əyləşdiyi mizə əyləşdi, başladı hönkür-hönkür ağlamayıb başını qoydu. Deyir, sənin bu boğazında olan səslərin müalicəsi yox idi. Müalicəsi yox idi. Hətta həkim ona belə demək istəməyib, deyir, şükür Allaha şəfa tapdım və axıra qədər də İmam Hüseyn İslamın xidmətində oldu. Xanım Ruqəyyə kiçikdir, amma onun həqiqətən də kəramətləri çox böyükdür.